Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. 5 oktyabr 2025-ci il tarixində keçirilmiş cüvənin sınaq izahına baxacağıq 11-ci siniflər üçün. İndi isə gəlin keçək suallarımıza baxaq uşaqlar. Deməli, listening suallarına keçməzdən öncə qeyd edim ki, uşaqlar dərslər haqqında məlumat üçün 060 599 bir dəqiqə 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həm reading, listening, writing üzrə hazırlıqlarımız var, həm də 5 bacarıq üzrə hazırlıqlarımız mövcuddur. İndi isə keçək suallarımıza. Listening suallarında birdə deyir mətn nə haqqındadır? Deyir ki, səhər idmanının əhəmiyyəti, milli musiqi və rəqslərin tarixi. C-də deyir ki, value of education personal, deyir ki, təhsil və şəxsi inkişafın, öz inkişafın dəyəri. How to learn English pronunciation quickly. İngilis dili tələffüzünü necə cəld şəkildə öyrənmək olar? Reasons children play in the park. Uşaqların parkda oynama səbəbləri. Keçdik ikinci sualımıza. Biraz yaxınlaşdırım da sualları nə gedir bizdə. Deyir ki, which statements are true? Hansılardır? Arriving late at a meeting or lesson gives a bad impression. Deyir ki, iclasa ya da dərsə gec çatmaq pis təəssürat yaradır. Parents never want their children to learn national music. Valideynlər heç vaxt uşaqlarının milli musiqi öyrənməsini istəmir. Bu qulaq asmadan da bilirəm ki, yanlışdır bu artıq, düzdür. Amma yenə də qulaq asacağam. Honesty is important for families and society. Dürüstlük ailələr və cəmiyyət üçün vacibdir. Bəli, qulaq asmadan deyirəm düzdür. Reading and writing stop people from thinking clearly. Deyir ki, oxumaq və yazmaq bacarıqları insanların aydın şəkildə düşünməsinin qarşısını alır. Deyirəm yanlışdır qulaq asmadan. Elə birincidə doğrudur qulaq asmadan. Çünki deyir ki, dərsə ya da iclasa gecikmək pis təəssürat yaradır. Həqiqətən də belədir. Amma mən nə edəcəm? Bilirəm cavab dedi. Yenə də listeningə qulaq asacağam görüm həqiqətən elədirmi? Education helps young people. Deyir ki, təhsil gənc insanlara kömək edir. Never do any exercise. Heç vaxt heç bir tapşırıq etməməyi. Stop learning languages completely. Tamamilə dil öyrənməyi dayandırmağı. Avoid reading and writing. Oxu və yazmaqdan qaçınmağı. Forget about their culture, mədəniyyətlərini unutmaları, build trust and values in life. Deyir ki, güvən qurmağı və dəyərləri qurmağı həyatda. Bunu öyrədir. Bəli, Y variantı düzdür. Yəni buna kömək edir. Why do parents want to develop an interest in national music in their children? Valideynlər uşaqlarında niyə milli musiqiyə marağı inkişaf etdirmək istəyirlər? Honesty is a value that parents, davamını gətirəcəm. Activity sözünü ifadə edən sifət qurdum. 11-ci siniflər üçün ingilis dilindən dinləmə mətni. Mətni diqqətlə dinlədikdən sonra ona aid olan tapşırıqları yerinə yetirin. Education plays a very important role in shaping both children and adults. Reading and writing broaden the mind and help people think more clearly. Help people think more clearly. Daha aydın şəkildə düşünməyə kömək edir. Burada deyir dayandırır. 4 səhv idi. 2-də. At school, the teacher often goes on talking while students try to guess what he or she really means. Being on time is also part of education because arriving late at a meeting or lesson does not create a good impression. Does not create a good impression. Yaxşı təəssürat yaratmır. Düz deyir də, yəni ki, pis təəssürat yaradır. Yəni mən biri götürəcəm, düz istəyir axı. Health is another part of learning. Some people are very resistant to the idea of doing morning exercise, but daily activity helps students. Daily activity. Demək, bizim sifətimiz nədir? Daily. Feel stronger and concentrate better. In many parks, a crowd of curious people gathers to watch events such as concerts or sports, which also teach social skills. Parents hope to develop an interest in national music in their children because music connects young people to their culture. Because music connects young people to their culture. Bir dəqiqə yazaq. Because music connects young people to their culture. Okay, devam edək bir dəqiqə. Language learning is also a key skill. Many learners study English for years,
but some still feel insecure about their accent. Finally, honesty is a value that parents want their children to keep because it builds trust in Want their children to keep. Want their children to keep dedi. Bir dakika. Bu hissəyə bir də qulaq asaq. value that parents want their children to keep Bəli, because to keep. Their children to keep. Açıq suallarımızda belə. Keçdik nəyə qaldı bizim üçün? Deyir ki, bax indi, heç vaxt idman etməmək, amma idman etməyin faydasını danışdı. Dil öyrənməyin faydasını danışdı. Reading, writing-i gücləndirmək lazım olduğunu dedi. Deyir, mədəniyyətlərini unutmalıdırlar. Xeyr, tutmalıdırlar özlərində. Üstdə Y bəndi olur həqiqətən də. Burada da honesty is important for families and society. Ən son hissədə dedi. Bir də deyir ki, valideynlər istəyir ki, milli musiqini inkişaf etdirsinlər uşaqlarında. Yəni ki, heç vaxt istəmirlər, yanlışdır. İçin götürməyəcəm. 1 və üstü həqiqətən D bəndidir. Mətin nə haqqındadır bəs deyir? Demək, indi burada nə verib? Deyir, səhər idmanının əhəmiyyəti xeyr, milli musiqi və rəqslərin tarixi, yəni yaranma tarixindən danışmadı, düzdür, götürmürük. Təhsil və şəxsi inkişafın dəyəri, əhəmiyyəti, C düzdür. D variantda ingilis dilinin pronunciation, yəni tələffüzü incəl şəkildə öyrənmək o qədər, yəni bu haqqda tam mətn bu deyil. Reasons children, uşaqların parkda oynama səbəbləri, bunu da götürmürük. Birdə də cavabımız oldu C variantı. Belə listeningimizi bitirdik. 6-cı sualı demişdik deyili. Yəqin ki, oxuya bilirsiniz də uşaqlar. Bunu klaviaturada yazmadım. Keçdik. Grammar suallarımıza. Choose a sentence with the correct form of possessive case. Yəl çal istəyir məndən. Apostrof S hər iki isim artırılır. İsim cəmdə olmalı demişik. A səhvdir. Soyadın qarşısında D article varsa o cəmlənir. Yəl çal apostrofla verilir. Okay, apartment ismi cəb. İzdə xəbər B düzdür. Women S qəbul etməz kökündən dəyişir. C səhvdir. D bəndə apostrof S-dən sonra participle to formalı feil gəlib və cümlədə xəbər yoxdur. Həm də bunun dalınca da article gəlib. Yəni yəl çal ola bilməz. Cümlədə əgər xəbər olsaydı, participle to formalı feildən sonra da isim olsaydı, bu zaman götürərdik. Soyadın qarşısında D article var, cəmlənməlidir. Amma burada təkdə verib Y səhvdir. Cavab B. 8-də düzgün variant istəyir. 3 weeks. Birdən böyük say var, isim cəmlənib apostrof verib. 3 həftəlik tətil, 1 düzdür. Days cəmdir, en artiklından işlənməz cəmizm. 2 səhvdir, çıxdım. 5 hours. Birdən böyük say olanda isim cəmlənir, amma hour təkdədir, 4 səhvdir. 3-də 2 years. Birdən böyük say var deyə cəmlənib apostrof verib. 2 illik təcrübə. 1 month təkdir deyə apostrof s verib. 1 aylıq maaş, bu da düzdür. 1, 3, 5 cavabdır. 9-da plural nouns, cəm isimləri istəyir məndən. Women, qadınlar cəmdir. Giz, qazlar cəmdir. Trousers həmişə cəmdir. A düzdür. Children cəmdir. Tis cəmdir, amma book təkdir. Burada information təkdir. Actress, qoşu S-lə bitir, təkdir. Advice, məsləhət, news, xəbər təkdir. 10-cu sualda compound nouns, mürəkkəb isimləri istəyir məndən. Collaboration, tion suffiksi var, düzəltməlidir, götürmürəm. Participant, ant suffiksi var, düzəltməlidir, götürmürəm, iştirakçı deməkdir. Sonra keçdik, reader, oxucu, er suffiksi var, düzəltməlidir. Personality, şəxsiyyətdə, it suffiksi var, düzəltməlidir, cavab Y bəndi. Backpack, çanta, sırt çantası, bir də playlist, playlist, 2 sözün birləşməsidir. Uncountable, sayılmayan ismi istəyir məndən. Sold, duz, sayılmır, karavan amma sayılır, agetdir. Sonra toothpaste, luck, şans, uğur şans, toothpaste diş pastası sayılmır, cavab C-dir. Date, tarix sayılır, xurma mənası da var bunun, o da sayılır. Free, soyuducu sayılır, goal, məqsəd sayılır. Example, nümunə sayılır, cavab C. 12-də derivative nouns düzəltmələri istəyir. Vegetable sadə isimdir, getdi. Athlete sadədir, getdi. Website mürəkkəbdir, 2 sözdür. Sonra teamwork 2 sözdür, mürəkkəbdir. Container, bildiyimiz zibil qutusu, er suffiksi var, düzəltmədir. Beginning, başlanğıc, ing suffiksi var. 13-də isimlərin sırasını istəyir məndən. Comfortable, rahat sifətdir. Healthy, sağlam sifətdir. Curious, maraqlı sifətdir. Lose, boş, geniş deməkdir. Sifətdir. Cavab olur D bəndi. Gift, hədiyyə, memory, yaddaş. 14-də singular tək isimləri istəyir. News bilirik ki, sayılmır, təkdədir. Sonunda S olsa belə uşaqlar. Cattle, malqara həmişə cəmdir. Goods, mal, bu nədir? Mal, əmtə həmişə cəmdir. Maths, riyaziyyat, fənn adları
sayılmır, həmişə tək olur. 1, 4 cavab olur B bəndə. Keçdik növbəti, yəni 15-ci sualımız olmalıdır. Deyir, düzgün variantı seç. Okay. Advice məsləhət sayılmır, sayılmayan isim en artiklından işlənmir. Sayılmayan isim cəmlənmir. Sayılmayan isim cəmlənmir, sayılan işlənmir. Piece of, bax. Of-dan ayrılanda, of-dan əvvələ baxırdıq axı, düzdürmü? İndi burada a piece of advice olmalı idi. E article. Çünki pieces isə parça sözü sayılır. Amma artırmayıb səhvdir. Two pieces, birdən böyük say var deyə pieces cəmlənib Y düzdür. Uşaqlar, sonra deməyin, niyə müəllimə of-dan sonraya baxdınız? Of-dan əvvəl düzdür burada. Sadəcə advice of-un hansı tərəfində olur olsun, sayılmayan isim S qəbul etməz axı. Ona görə B yanlışdır, yaxşımı? Cavab Y. 16-cı sualda blue dress, mavi don. Bax, sayılan tək simdir, düzdür. Sayılan tək sim boşluqla işlənmir. Yadda saxlayın, mütləq artikel istəyir. Bu birisi tərəfdə green one. One sözünün qarşısında sifət varsa, mütləq e artiklı yazmalısan ya da an artiklı. A green one. Ümumiyyətlə artiklı olmalıdır. Belə yadda saxlayın. Sifət üstünlük dərəcəsində olsa D artiklı yazırsan məsələn. Yəni ki, a green one. Cavab o C bəndi. The blue dress she wrote yesterday, she wore yesterday was beautiful. Onun dünən geydiyi mavi don gözəl idi. Müəyyəndir hansı mavi don. Onun geyindiyi. She wants to buy a green one today. Bu gün nədir bu green? Yaşıl olanı geymək, almaq istəyir. Most. Mostdan sonra isim gələrsə boşluq, sifət gələrsə D artiklı. Birds quşlar isimdir, boşluq yazacağam. Powerful güclü sifətdir, üstünlük düzəldib D artiklı yazacağam. Boşluq D, yəni Y bəndi. Sahara Desert, səhra adları D artiklından işlənir uşaqlar. Yəni mən D-ni çıxıram, C-ni çıxıram. World dünya sözü D artiklı ilə işlənir, vahidliyi ifadə edir, cavab bəndə. Sahara səhrası dünyanın ən böyük səhrasıdır, isti səhrası. 19-da is a building where people go to worship. Deyir ki, insanların ibadətə getdiyi bir binadır. Mən buna nə deyə bilərəm? Temple, məbəd deyərəm. Subway metrodur, desert səhradır, yard həyətdir, restroom ayaq yoludur. Bunları götürmüş, cavabımız olmuş olur. A variantı. Keçdik 20-də. Definitions. Sözlərin mənaları. Flexibility, əsnəklik deməkdir. Əsnək olan bir şey, yəni belə deyək. Greeting, salamlaşma, olsa müəllif. Okay, the writer of a book, article, play, etc. Bir kitab, məqalə, tamaşa və s.'nin yazar, yəni müəllif. 3-ə A variantı olur. Çıxdı bunlar. Welcome to someone, kiməsə salamlaşma, kiməsə salam demək, yəni. Onda olur 2-yə B variantı, bu da getdi, cavab olur C bəndi. The ability to change easily according to the situation. Deyir, vəziyyətdən asılı olaraq asanlıqla dəyişilə bilmək, yəni əsnəklik. 21-də sinonimlər cütlüyünü istəyir. Band bildiyimiz, deməli, musiqi bandı, qrup, bu mənada işlənir. Survey, araşdırma. Bu olmaz. Expert, bildiyimiz ekspertdir. Speaker, natiq, danışan kimsə. Difference, fərq, resource, mənbə. Olmadı. Information, məlumat, data, bu da məlumatdır elə. Cavab D bəndidir. Y-də proportion, proporsiya. Burada isə nə deyir? Variety, müxtəliflik, təbii ki, götürmürük. Keçdik. 22-də. Opposite meaning, antonim istəyir. Altından xətt çəkilən söz. Introduction, təqdimat deməkdir. Amma antonim. Presentation da təqdimatdır, götürməyəsən. Sonra debut, ilk çıxışdır. Yəni ilk təqdimat, bu da olmur. Çünki bunlar sinonimdir. Antonim istəyir. Conclusion, nəticə. Bir də ending, son. Bunlar bunun antonim olmuş olacaq. Təqdimat ilk olan bir şeydir. Ending ya da conclusion, son ya da nəticə, sonluq ya da nəticə, bunlar son olan şeylər. Düzdür? 2 və 3. Ay bala, 2-3 deyib nə işarə edir bu qız yenə? 2-3 cavab olur A variantı. Keçdik readingə. 11-ci siniflərimizin readingi. Bir dəqiqə oxuyaq. The Maasai people live in Kenya and Tanzania in East Africa. Deyir, Maasai xalqı Şərqi Afrikada, Kenya və Tanzaniyada yaşayır. They are well known for their tall appearance, colorful eyes and strong traditions. Deyir ki, onlar uca görünüşləri, rəngli gözləri, güclü adət-ənənələri ilə tanınırlar, məşhurdurlar. The Maasai live in small villages called enkangs, which are built in a circular shape with houses made of mud, sticks
and grass. Deyir, Masai xalqı Enkangs adlı balaca kəndlərdə yaşayırlar, hansı ki, dairəvi formada evlərdən tikilir bu kəndlər və həmin o evlər də palçıq, çubuq və otlarla tikilir. The land is open and dry, but the Masai have learned to survive in this environment for centuries. Deyir ki, torpaq açıq və qurudur, amma Masai xalqı əsrlərdir bu mühitdə sağ qalmağa öyrəniblər. Cattle are the heart of Masai culture. Deyir ki, malqara Masai mədəniyyətinin ürəyidir. They keep large herds of cows which provide milk, meat and skins. Deyir ki, onlar böyük miqdarda deməli çoxlu inək saxlayırlar, hansı ki, inəklər onlara süd, ət və dəri verir. Təmin edir onları, yəni bundan. Cattle are also nə? Used in trade and are a symbol of wealth and status. Deyir ki, malqara da həmçinin ticarətdə istifadə olunur və var-dövlət və vəziyyət statusun simvoludur. The Masai move with their herds to find fresh grass and water. Deyir ki, təzə ot və su tapmaq üçün Masai xalqları özlərinin malqaraları ilə neynirlər? Dolaşırlar, gəzirlər. Besides cattle, deyir ki, malqaradan başqa they also keep goats and sheep. Onlar keçi və qoyun saxlayırlar. Also modern schools and towns exist. Many Masai continue their traditional lifestyle, wearing red clothing called shuka and decorating themselves with colorful beads. Nə deyir? Baxmayaraq ki, müasir məktəblər və şəhərlər mövcuddur. Bir çox Masai xalqı öz ənənəvi həyat tərzinə, sonra qırmızı paltarlar, şuka adlı qırmızı paltarlar geyməyə, özlərini rəngli muncuqlarla bəzəməyə davam edirlər. The Masai preserve their traditions through ceremonies and dances. Deyir ki, Masai xalqı özlərinin adət-ənənələrini deməli mərasim və rəqslərlə neynirlər? Qoruyub saxlayırlar. One famous event is the jumping dance where young men show their strength and skill. Deyir ki, bir məşhur tədbir deməli nədir? Tullanma rəqsidir, hansı ki, gənc kişilər öz güclərini və bacarıqlarını göstərirlər burada. These ceremonies mark important stages in life, such as becoming a warrior or getting married. Deyir ki, bu mərasimlər həyatın vacib mərhələlərini belə deyək, qeyd edir, göstərir. Hansı ki, məsələn, bir belə deyək, döyüşçü olmaqla bağlı ola bilər və yaxud da ki, evlənməklə bağlı ola bilər. Sonra nə deyir bəs? Bir dəqiqə gözləyin. Even as the world changed, the Masai protect their culture with pride and share it with visitors from around the world. Hətta dünya dəyişsə belə, Masai xalqı öz ənənələrini böyük bir qürurla qoruyurlar və onları dünya ətrafından olan turistlərlə, ziyarətçilərlə, insanlarla paylaşırlar. Okay. Mətn nə haqqındadır? Bu Masai xalqından danışır da. Deyir ki, Şərqi Afrikadakı heyvanlar xeyir. B-də də deyir ki, traditions and lifestyles of Masai. Masai xalqının deyir ənənələri və həyat tərzi. B düzdür. C-də deyir ki, Kenyadakı müasir məktəblər və şəhərlər xeyir. D-də deyir ki, Tanzaniyadakı ticarətin tarixi. Y-də deyir ki, dünya ətrafındakı müxtəlif rəqslər xeyir. Cavab B. Keçdi. What is the main role of cattle in Masai mədəniyyətində, kültüründə malqaranın əsas rolu nədir? They are used only for selling market. Market satmaq üçündür. Yanlış, səhvdir. They kept only as pets. Yalnız ev heyvanı kimi saxlanılır. Yanlışdır. They are a source of food, trade and wealth. Onlar yemək, ticarət və var-dövlət rəmzidirlər, mənbəyidirlər. Bəli, düzdür. D-də deyir ki, onlar sürmək və nəqliyyat kimi istifadə edilirlər. Xeyir. They are important only for ceremonies. Yalnız mərasimlər üçün, qeyd etmələr üçün vacibdir. Yanlışdır. 25-də də Masai xalqı only eat food bought from modern, müasir şəhərlərdən alınmış yeməkləri yeyirlər. Yanlış, səhvdir.
C-də deyir, preserve their traditions through ceremonies and dances. Deyir, mərasim və rəqslərlə öz ənənələrini qoruyub saxlayır. B düzdür. Do not use beads or traditional clothing. Deyir ki, ənənəvi paltar istifadə etmirlər, muncuqdan istifadə etmirlər. Yanlışdır. Have completely stopped moving with their horse. Deyir ki, öz mal-qaraları ilə gəzməyi, köçməyi tamamilə dayandırıblar. Səhvdir, dayandırmayıblar. Live mostly in cities with tall buildings. Deyir ki, uca binalardan ibarət olan şəhərlərdə yaşayırlar əksər olaraq. Yanlışdır, balaca kəndlərdə yaşayırdılar. 26-da true, doğrunu istəyir. Deyir, Massai xalqı yalnız müasir şəhərlərdə yaşayır, səhvdir. Jumping dance deyir, Massai'nin tullanma rəqsi idman növüdür turistlər üçün, xeyr. C-də deyir ki, Massai xalqı heç vaxt hərəkət etmir, köçmür bir yerdən başqa bir yerə, xeyr, belə bir şey demədi. D-də deyir ki, Massai evləri stone and daş və metaldan düzəldilir, səhvdir. Massailərin qırmızı paltarı şuka adlanır. Bəli, Y variantı düzdür. Harda vermişdi? Bax bu dövrdə red clothing called şuka. Keçdik. Demək, definition istəyir 3-cü paragrafdan. To ilə başlayır, feilin definitionudur. Yəni, mən bura əvvəldən to-nu yazım, feilə definition axtarım. To have something at the same time as somebody else. Başqa birisi ilə eyni anda nəyinsə olması. Başqa biri ilə eyni anda nəyinsə olması 3-cü paragrafdan istəyirdi deyəsən. Hə, səhv eləmirəmsə, bir dəqiqə gözləyin görüm necə idi. Bəli, 3-cü paragrafdan istəyir. Bir dəqiqə tez baxaq. Preserve deyir, even jumping dance deyir, show deyir, mark deyil, sonra barrier, bu da share, paylaşmaq. Yəni eyni anda nəyinsə olmasını deyir axı, bir başqa birisi ilə. Ona görə mən share, paylaşmaq sözünü götürərdim bura. Keçdik, sinonimini istəyir, power sözünün 3-cü paragrafdan. Power güc, qüvvət deməkdir. Bunun sinonimi təbii ki, strengthdir uşaqlar. Strength. Nədir bu? Güc, qüvvət deməkdir. Power, strength, might bunlar bir-birinin sinonimləri olan sözlərdir. Keçdik. The land is open and dry. Deyir, torpaq açıq və qurudur. İkinci paragrafda ikinci paragraf deyil. Ən az 2 söz dəyişəcəyimizdə. The land is open and dry. Hə, bu da birinci paragrafın son cümləsidir. Bax, uşaqlar, open and dry. But the Maasai have learned to survive in this environment for centuries. Yazacağım ki, but-in yerinə however yazacağım. However, deməli, the Maasai have learned to survive. To survive-in yerinə to live yazarsınız. Uşaqlar, yaşamağı öyrəniblər də. In this environment, bu mühitdə yaşamağı. Məsələn, in this place deyərsən. Burada mühit sözünü place-dən əvəz edə bilərsən. Bu yerdə yaşamağı öyrəniblər. For centuries, əsrlərdir. For a long time, yəni uzun müddətdir deyə bilərsiniz. Yaza bilərsiniz. Və yaxud da hətta bunu başqa şeylə də əvəz edə bilərsiniz. For ages. Age də əsrlərdir anlamında işlənə bilir. Have learned öyrəniblər. Məsələn, buna studied verənməzsiniz də yaxşı. Çünki bu o mənada işlənmir. Ona görə mən learned olduğu kimi saxladım. Zaten however dəyişmirsən, place-i, age-i dəyişmirsən, live-i dəyişmirsən, bəsindir. Məncə rahat şəkildə yaza bilərsiniz. Yaxşı, keçdiyindim. Sonuncu sualımız writing. Uşaqlar, bu açıq suallara nə yazmısınızsa, siz şərhlər bölməsinə qeyd edərsiniz, mən baxaram. Fikir bildirəcəm. Deyir, why is it important for people to protect their culture and traditions? İnsanlar üçün mədəniyyət, adət-ənənələrini qoruyub saxlamaq niyə vacibdir? Yaxşı, nə yaza bilərəm? Məsələn, deyirəm ki, birinci, mən düşünürəm ki, adət-ənənələr hər bir ölkə üçün vacibdir. Buna görə də onu qoruyub saxlamaq lazımdır. Məsələn, belə bir şey deyə bilərəm. I think culture and traditions are important for
Each country. Nədir? Hər bir ölkə üçün vacibdir. So, buna görə də we must preserve. Bir dəqiqə. We must preserve them. Buna görə də biz onları qorumalıyıq. Başqa nə yaza bilərəm? And və onları deməli uşaqlara öyrətməliyik. Okay. And nə deyəcəm? And we must yazmışam, amma yenə də yazım problem deyil. Yəni we must öyrətmək, teach them to children. Buna görə də uşaqlar nə edəcək? Uşaqlar onların itməməsində iştirak edir və yaxud da belə deyə bilərik və beləliklə buna görə də biz öz tariximizi, mədəniyyətimizi və ənənələrimizi qoruyub saxlamış olacağıq və yaxud da daim canlı saxlamış olacağıq. Və belə də deyə bilərəm. Buna görə də uşaqlar da onları daim sevəcək. Tamam. Elə bunu yazaq bitsin. That's why children will love them. Yəni culture and traditiondan söhbət gedir. Will love them. Həmişə dedik. Will always love them. Always love them. Bu da belə. Short text deyirəm. Nədir bunun adı? Writing-ə uşaqlar essay nə yazmısınızsa qeyd edərsiniz. Baxaram. Videomuz bu qədər idi. Bəyəndisə like etməyi, kanala abunə olmağı, şərhlər bölməsinə öz fikirlərinizi bildirməyi və videonu maksimum şəkildə paylaşmağı unutmayın.